Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və sevimli məktəb yoldaşları, sizləri gələcəyin işığı ekran radiosuna bugünkü xüsusi efirində səmimi qəlbdən salamlayıram. Bugün biz 4 Mart Ümumdünya Pillanma ilə Mübarizə gününü qeyd etmək üçün bir araya gəlmişik. Məqsədimiz yalnız bu tarixi hatırlamaq deyil, həm də sağlam həyat tərzi, düzgün qidalanma və fiziki aktivliyin əhəmiyyətini dərin və elmi faktlarla sizə çatdırmaqdır. Mən Mirzəvar Şahmarov, 7 sinif şagirdi olaraq bu verilişdə mövzunu hərtərəfli, təsirli və canlı şəkildə təqdim edəcəyim. Pillanma və açıq çəkim müasir dövrdə insan sağlamlığına ən ciddi təhdidlərindən biridir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə son 40 ildə pillanma hallarının sayı dünya üzrə 2 dəfə artmışdır. Bu vəziyyət təkcə fiziki sağlamlıq üçün deyil, həm də psixoloji və sosial rifah üçün ciddi problemlər yaradır. Pillanma nəticəsində ürək-damar xəstəlikləri, diabet, hipoxemiya, xroniki tənəffüs problemləri və bir sıra digər xəstəliklərin riski əhəmiyyətli dərəcədə artır. Statistik göstərir ki, pillanma səbəbindən hər milyonlarla insan dünyasını dəyişir və bu göstərir ki, ölkəmizdə tədbirə layiq səviyyədə ciddi diqqət tələb edir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. Son 10 ildə aparılan tədqiqatlar göstərir ki, məktəb yaşlı uşaqlar arasında artıq təkrar pillanma halları 15-20% arasında dəyişir. Bu isə sağlam həyat tərzinin təşviqini, düzgün qidalanma vərdişlərini formalaşdırmasına və fiziki aktivliyin artırmasına tələb edir. Məktəbimizdə təşkil olunan sağlam həyat proqramları, idman yarışları və qidalanma ilə bağlı maarifləndirmə tədbirləri şagirdlərin sağlamlığını qorumağa yönəlmiş vacib addımlardır. Pillanma ilə mübarizədə əsas amillərdən biri düzgün və balanslı qidalanmadır. Qidalanmada enerji balansı, yəni qəbul edilən kalori ilə sərf olunan kalori arasındakı tarixsel sağlam çəkini saxlamaq üçün əsas amildir. Vitamin və minerallar da zəngin qidalar, tərəvəzlər, meyvələr və tam dərli məhsullar pillanmanın qarşısına almaqla əvəzsiz rol oynayır. Eyni zamanda şəkər və yağlı qidaların həddindən artıq qəbulu riskləri artırır. Statistik məlumatlar göstərir ki, yüksək şəkər və yağ tərkibli qidaların davamlı istehlakı pillanma riskini 30-40% yüksəldir. Fiziki aktivlik isə pillanma ilə mübarizədə əsas komponentdir. Hər gün ən azı 60 dəqiqə orta intensivlikdə fiziki fəaliyyət, məsələn, qaçış, velosiped sürmə, futbol və ya digər idman növləri şagirdlərin sağlam çəki normasına qalmasına kömək edir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə fiziki aktivlik olmayan uşaqlar arasında pillanma riski aktiv olan nisbətən 2-3 dəfə yüksəkdir. Bu səbəbdə məktəbimizdə keçirilən idman dərsləri və yarışlar yalnız fiziki bacarıqlar inkişaf etdirmir, həm də sağlam həyat vərdişlərinin formalaşmasına təşkil verir. Məlumat üçün qeyd etmək istəyirəm. Pillanma ilə mübarizənin yalnız fərdi məsələ deyil, həm də ictimai məsuliyyətdir. Ailələr, məktəblər və yerli icmalar bu prosesdə əsas rol oynayır. Ailələr uşaqlarına düzgün qidalanma vərdişlərini öyrətməli, məktəblər sağlam həyat proqramları və idman fəaliyyətləri ilə dəstək olmalıdır. Yerli icmalar isə açıq hava idman sahaları, parklar və sağlam həyat təşviq edən layihələr vasitəsilə bu prosesə töhfə verə bilər. Pillanma ilə mübarizə mövzusunda elmi yanaşmalar böyük əhəmiyyət daşıyır. Fərqli qidalanma planları, metabolik analizlər və tibbi müşahidələr risk qrupuna daxil olan uşaqlar üçün xüsusi proqramların hazırlanmasına imkan verir. Məsələn, bəzi məktəblərdə həyata keçirilən pilot layihələrinin şagirdləri bədən kütlə indeksi izlənilir. Fiziki fəaliyyət səviyyəsi təşkil edilir və nəticələrə əsasən fəaliyyət təşkilatlar verilir. Bu metodika həm valideynlərin, həm də müəllimlərin uşaqlardan sağlamlığına daha yaxından izlənməsinə imkan yaradır. Pillanma ilə mübarizədə psixoloji dəstək də önəmlidir. Uşaqlar arasında artıq çəki ilə bağlı sosial stereotiplər və psixoloji çətinliklər onların özünə inanma mənfi təsir göstərə bilər. Bu səbəbdə məktəblərdə psixoloji məsləhət xidmətləri, qrup müzakirələri və motivasiya sessiyaları həyata keçirilir. Statistik göstərir ki, psixoloji dəstək alan uşaqlar həm sağlam həyat vərdişlərinə daha çox riayət edir, həm də özlərini sosial cəhətdən daha rahat hiss edirlər. Texnologiya ilə informasiya sahəsində yeniliklər də pillanma ilə mübarizədə istifadə olunur. Mobil tədbirlər, smart saatlar və qidalanma izlənmə proqramları uşaqların, ailələrin, günlərin kalori və fiziki fəaliyyətinin izlənməsinə imkan yaradır. Bu həm maarifləndirici, həm də motivasiya edici vasitə kimi əhəmiyyətlidir.
Araşdırmalar göstərir ki, bu cür texnoloji qəsri proqramları bilanma ilə riskini 13-20% azalda bilir. Məktəb kollektivində şagirdlərin iştirak xüsusi önəm daşıyır. Sağlam həyat və fiziki aktivlik müəssisəsində təşkil olunan layihələr, idman yarışları, qidalanma seminarları və interaktiv təlimlər şagirdlərin mövzuya marağını artırır. Onlar həm bilik, həm də bacarıq baxımından inkişaf etdirir. Belə tədbirlər eyni zamanda sinif yoldaşları arasında həmrəylik gücləndirir və komanda ruhunu formalaşdırır. Əziz dinləyicilər, gəlin bir daha vurğulayıq ki, peyləmə ilə mübarizə yalnız fiziki aktivlik və düzgün qidalanma ilə məhdudlaşmır. Bu həm də həyat tərzi seçimləri, sosial və psixoloji dərslər, eləcə də elmi əsaslı proqramları və ilə tədbirləri tələb edir. Hər birimiz öz sağlamlığımıza diqqət yetirməli, valideynlərimizi və müəllimlərimizlə birlikdə sağlam həyat vərdişlərini qorumağa çalışmalıyıq. Son olaraq unutmayın ki, sağlam həyat tərzi hər birisinin gələcəyi üçün əsasdır. Peyləmə ilə mübarizə yalnız indiki nəsil üçün deyil, gələcək nəsillərində sağlam və aktivlik olmasa təmin etmək üçün həyat əhəmiyyəti kəsb edir. Bu məqsədə çatmaq üçün məktəblərdə, ailələrdə və cəmiyyətlərdə birgə sayılarımızı artırmalıyıq. Hörmətli dinləyicilər, bugünkü verilişimizdə sizə peyləmənin əsas səbəblərini, onun sağlamlığın təsirini, qarşısının alınmasının yollarını, həmçinin elmi əsaslı və praktik nümunələri təqdim etdik. Ümid edirəm ki, təqdim etdiyim məlumatlar sizə həm maraqlandırıcı, həm də ilham verici təsir yaradacaq. Mən Mirzəla Şahmarov. Sizə bugün bir diqqət və səbriniz üçün təşəkkür edir. Sağlam və aktiv həyat yolunda uğurlar arzulayıraq. Gələcəyin İşığı FM radyosunun növbəti görüşümüzə qədər sağ olun.